Salam, axşamınız xeyir olsun. Gün ASTV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzərdə keçirəcək. İndi isə daha ətraflı. Yaponiyanın baş naziri Sanae Takaichi İran prezidenti Məsud Pezeşkiyana zəng edib. Bu haqda İran mediası məlumat yayıb. Məlumata görə Yaponiya İrandan Bab-el-Məndəbdəki hücumların dayandırılmasına kömək etməsini istəyib. Sanae Takaichi Məsud Pezeşkiyanla telefon danışığında Hürmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının irəliləyişini alqışlayıb və su yolunun yenidən açılmasına ümid etdiyini bildirib. Bununla yanaşı baş nazir Pezeşkiyanı Bab-el-Məndəbdə gərginliyin artmasının qarşısını almaq üçün İranın təsirindən istifadə etməyə çağırıb. Yaponiyanın baş naziri İran prezidenti ilə keçirdiyi 4-cü telefon danışığında Hürmüz boğazında vəziyyətin mümkün qədər tez sakitləşdirilməsini istəyib. Sanae Takaichi Məsud Pezeşkiyanla telefon danışığında İran və ABŞ-nin əvvəlki anlaşma əsasında danışıqları davam etdirməli və mümkün qədər tez, yekun və hərtərəfli razılaşmaya nail olmalarının vacibliyini vurğulayıb. Bu razılaşmaya nüvə məsələsi də daxil olmalıdır. İran prezidenti də telefon danışığı zamanı Tehranın beynəlxalq qanunlara və öhdəliklərə tam şəkildə riayət etdiyini və onları heç bir şəkildə pozmadığını bildirib. Yaponiyanın baş naziri telefon danışığının digər hissəsində ölkəsinin bir vətəndaşının probleminin həll olunmasını istəyib. Həmin şəxs İran-ABŞ müharibəsi zamanı 2 ay yarımdan çox İranda həbsdə saxlanılıb və azad edildikdən sonra da İranı tərk edərək Yaponiyaya qayıtmasına icazə verilməyib. İran prezidenti Məsud Pezeşkiyanın yüksək vəzifəli müşaviri bildirib ki, müharibə və danışıqlar bir-birini tamamlayır. O, ABŞ ilə aparılan danışıqları müdafiə edib və Tehranın Hürmüz boğazında və daha geniş regionda qarşısına qoyduğu məqsədlərə nail olacağını deyib. Hüquq məsələləri üzrə vitse-prezident Məcid Ənsari bildirib ki, İran müharibə və düşmənçiliyi axtarmır. Bununla belə, o, ölkə daxilində ABŞ ilə danışıqlara yönələn tənqidlər fonunda Vaşinqtonla danışıqların aparılmasını müdafiə edib. Ənsari deyib, biz Hürmüz boğazında və regionda qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq. O, əlavə edib ki, İran xarici qüvvələrin iştirakı və müdaxiləsi olmadan qonşuları ilə regional təhlükəsizliyi təmin edə biləcəyi mərhələyə getdikcə yaxınlaşır. Ənsari həmçinin xəbərdarlıq edib ki, İranda hakimiyyət orqanları təxribat yaratdıqları və İranın düşmənləri üçün işlədikləri müəyyən edilən şəxslərə qarşı tədbir görəcək. İran və ABŞ arasında iyunda əldə olunan müvəqqəti atəşkəs razılaşmasının bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə edilməyib. Bu barədə Reuters adı açıqlanmayan İranlı mənbəyə isnadən məlumat yayıb. Mənbənin sözlərinə görə vasitəçi ölkələr vasitəsilə müzakirə olunan məsələlərdən biri ABŞ-nin müvəqqəti razılaşmaya qayıtması və üzərinə götürdüyü öhdəliklərin icra müddətinin müəyyənləşdirilməsidir. Lakin bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Mənbə Anadolu Agentliyinin İran və ABŞ-nin yekun razılaşmanın əldə olunması üçün nəzərdə tutulan 60 günlük müddətin uzadılması barədə razılığa gəlməsi ilə bağlı məlumatı da təkzib edib. İran Hürmüz boğazına nəzarət edir və ABŞ-nin burada Tehranın nəzarətinə meydan oxumaq cəhdlərini dəf edib. Bunu Bəsic yarım hərbi qüvvələrinin yeni rəhbəri Hüseyn Tayyib bildirib. Fars xəbər agentliyinin məlumatına görə Tayyib Qum şəhərinə səfəri zamanı deyib, bugün görə bilərsiniz ki, Hürmüz boğazı İslam Respublikasının idarəçiliyi və nəzarəti altındadır. İranın ali lideri Müştəbə Xamneyi bazar ertəsi Tayyib Bəsic qüvvələrinin rəhbəri təyin edib. Tayyib daha əvvəl 2009-cu ildə İranda mübahisəli prezident seçkilərindən sonra baş verən etirazlar zamanı Bəsic qüvvələrinə rəhbərlik edib. Həmin dövrdə Bəsic etirazların yatırılmasında əsas rol oynayıb. Daha sonra Tayyib 10 ildən artıq müddətdə İnqilab Keşikçilər Korpusunun kəşfiyyat təşkilatına rəhbərlik edib. Hürmüz boğazı İran üçün nüvə bombasından daha dəyərlidir və ondan sanksiyalar və kompensasiya tələbləri məsələsini həll etmək üçün istifadə etmək olar. Bunu İran parlamentinin rəyasət heyətinin üzvü və deputat Əlirza Səlimi İran Tələbə Xəbər Agentliyinə müsahibəsində bildirib.
Səlimi deyib, Hörmüz boğazı Allahın İranın ixtiyarına verdiyi bir nemətdir. O əlavə edib ki, ABŞ-nin hərəkətləri İranın bu su yolundan istifadə etməsi üçün yol açıb. O həmçinin bildirib, Hörmüz boğazı vasitəsilə biz sanksiyalar və kompensasiya məsələsini həllidə, həmçinin cavab tədbirləri görə bilərik. İran hökumətinin İnformasiya Şurasının rəhbəri bildirib ki, ölkə mediası milli birliyi və sosial həmrəyliyi qırmızı xətt kimi qəbul etməlidir. İlyas Həzrəti bildirib ki, fikir ayrılıqları və fərqli mövqelər ifadə oluna bilər, lakin praktikada milli birliyin qorunmasına üstünlük verilməlidir. O, İran silahlı qüvvələrinin gücünün, hökumətin idarəçiliyinin və ölkənin diplomatik aparatının fəaliyyətinin işıqlandırılmasına görə medianı təqdir edib. Həzrəti İranın rəqiblərini parçalamalarını dərinləşdirməyə, yeni narazılıqlar yaratmağa və sosial ixtişaşlar üçün şərait formalaşdırmağa çalışmaqda ittiham edib. İdman xəbərinə nəzər salaq. Asiya Futbol Konfederasiyasının təsdiqi ilə Oman Traktor komandasının Asiya Elit Liqasının oyunlarına ev sahibliyi edəcəyi bu haqda Traktor klubu məlumat yayıb. Məlumata görə Asiya Futbol Konfederasiyası Omanın Traktorun Asiya oyunlarına ev sahibliyi etmək təklifini qəbul edib. Bununla da Asiya Futbol Konfederasiyasının qırmızılarının yeni Elit Liqası yarışları mövsümündə rəqiblərini Omanda qəbul etməsinə icazə verib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.